Bu hadisə baş verəndə təkcə Türkoba kəndində yox, bütün Masallıda insanlar şoka düşmüşdü. Öz sakit həyat tərzi ilə seçilən ahıl ər-arvad Mahmud kişi və həyat yoldaşı Şəfiqə xanım gecə saatlarında öz evlərində amansızlıqla qətlə yetirilir. Hadisə yerinə baxış zamanı kişinin meyidi tapılsa da, qadının meyidi bir müddət tapılmır. Qadının meyidi zirzəmidə iki ağır daşın arasında sıxılmış vəziyyətdə tapılır. Görünən bu idi ki, qadın bir neçə bıçaq zərbəsi aldıqdan sonra amansız qatildən qaçıb zirzəmidə gizlənə bilir. Qatil yaxud qatillər isə Mahmud kişini öldürdükdən sonra onu gəlib qan izi ilə tapır. Onu tapdıqdan sonra daha qəddar bir üsulla, balta ilə vuraraq öldürürlər. Bəzən elə ağır hadisələr olur ki, ilkin təəssüratdan belə görünür ki, həmin hadisə bu qədər qan izi qoyubsa, onu tapmaq da rahat olacaq. Lakin bu hadisə elə deyildi. Bu qədər qan izinə dəhşətə baxmayaraq, bu cinayətdə sonda çox kiçik bir nüans, sözün hər iki mənasında tük qədər kiçik bir nüans cinayət işinin açılmasına dərindən kömək edir. Qanlı pilləkənin yaxınlığındakı qapının şüşəsini taxtaya bərkitmək üçün vurulan mıxın arasına insan tükü ilişib qalmışdı. Güman ki, əlbəyaxa zamanı ya ev sahiblərindən yaxud da qatilin başından qopub qapının arasında ilişib qalıb həmin tük və məhz həmin tük götürülərək ekspertizaya göndərilir. Bəlli olur ki, tük ev sahiblərinə, yəni mərhum ev sahiblərinə aid deyil. Demək ki, tük çox güman ki, həmin gün baş vermiş əlbəyaxa zamanı qatilin başından qopub. Bundan sonra şübhəlilər və fərziyyələr üzərində düşünülür. Həmin saç nümunəsi ilkin olaraq şübhəlilərdən heç birinin saçı ilə uyğun gəlmir. Lakin şübhəli şəxslərdən biri də mərhum Mahmud Əbilovun bacısı oğlu, həmin müddətdə isə Cəllabadda hərbi xidmətdə olan Əli Quliyev idi. Çünki fakt olmasa da istintaqa verilən məlumata görə Əli də həmin gün dayısı ilə gələn insanlardan biri olub. Lakin xüsusi şübhə olmadan Əlini hərbi xidmətdən ayırıb mülki prokurorluq tərəfindən dindirmək qanunla tənzimlənmir. Yəni qanunda belə bir məqam yoxdur. Bu zaman prokurorluq işçiləri müvafiq hərbi qulluqçulara, yəni Əlinin komandirindən xahiş edərək deyir ki, güya gigiyenik qaydalar tənzimləmək üçün təkcə Əlinin yox, onun əsgər yoldaşlarının da saçı qırxılsın və Əlinin saçından nümunə götürülərək onlara prokurorluğa verilsin. Belə də edirlər. Beləliklə, Əli Quliyevin saçından götürülən nümunə Səhiyyə Nazirliyinin Baş Məhkəmə Tibbi Eksperti, Tibb Elmlər Doktoru Professor Rafiq Yusifliyə göndərilir. Son dərəcə diqqətlə araşdırılan bu cinayət işində prokurorluğun zəhməti sonda yerdə qalmır. Ekspertizadan gələn cavab belə idi. Qapının üzərində ilişib qalmış tüklə Mahmud kişinin bacısı oğlu əsgər Əli Quliyevin tükləri eynidir. Artıq istintaq tam sürəti ilə davam edir. Lakin bəlli olur ki, Əli bu cinayəti tək törətməyib. Bu cinayətin digər ortağı Əli ilə bir yerdə Cəllabadın Göytəpə şəhərində xidmətdə olan əslən Gədəbəyli bir əsgərdir. Gədəbəydən olan şəxs isə heç də bu cinayətdə Əlidən az dırnaqarası əməyi olmayan Yasin Qasımov idi. Cinayətin detallarına diqqət etdikdə isə insan dəhşətə gəlir. Sən demə, hadisə törədilən günün günorta saatlarında Əli və əsgər yoldaşı Yasin Əlinin dayısı Mahmud gilə qonaq gəlir. Doğma bacısı oğlu Əli və onun əsgər yoldaşı üçün Mahmud kişi əməlli başlı süfrə açır, onları yedizdirir. Mahmud Əbilovun həyat yoldaşı Şəfiqə xanım da hətta onların paltarlarını ütülüyür. Onlar yemək yedikdən və istirahət etdikdən sonra evdən çıxırlar. Lakin onlar bu evə sadəcə yemək yemək üçün gəlməmişdilər. Əli əsgər yoldaşı Yasinə əvvəlcədən demişdi ki, dayımgilin qızılı və pulu var. Vaxtsız gələn qonağın kisəsi dolu olmalıdır deyirlər. Lakin bu dəfə dırnaqarası vaxtsız gələn qonaqların cibi dolu olur. Onlar Masallıdan əvvəlcədən artıq bıçaq almışdılar.
Əlinin dayısı ilə gələndə gündüz ev sakinlərinin öldürməyin əlverişli olmadığını düşünüb, onlarla yeyib içdikdən sonra, deyib güldükdən sonra evdən çıxırlar və sonra gecə saatlarında yenidən Mahmud Əbilovun evinə gəlirlər. Bu dəfə qonaq kimi qapıdan yox, oğru kimi, qatil kimi pəncərədən. Vətənə xidmət üçün cəlb olunan bu iki gənc evin pəncərəsindən keçərək cinayətə start verirlər. Dəhlizdə ahıl kişi ilə rastlaşırlar. Yasin Qasımov Mahmud Əbilovun döş nahiyəsinə bıçaq zərbələri vurur. Bu zaman o səs elədiyindən təbii ki, yoldaşı da səsə çıxır. Və davamında onun bıçağı qırılır. Sonra onun gicgahına bıçağın tiyəsi ilə zərbələr vurmağa başlayır. Əli isə öz dayısı arvadı ilə pilləkəndə əlbəyaxı olur. Hətta cüssəli qadın əlini yerə yıxmağı da bacarır. Bu zaman əlinin başı sərt şəkildə qapının şüşəsinə sürtülür və mismarın arasında ilişib qalan tük də məhz bu zaman cinayətkarın başından qopur. Davamında isə Yasin Qasımov əlini qınayır ki, mən kişini öldürdüm, sən hələ qadını öldürə bilməmsən. Qaranlıqda onlar qadını itirirlər. Çünki qadın əli ilə əlbəyaxı olduqdan sonra aldığı xəsarətlərə rəğmən aşağı düşməyi bacarmışdı. Lakin o çölə yox, zirzəmiyə daxil olur. Ardınca hərbi geyimli iki qatil zirzəmiyə enir. Əli öz doğma dayısının yoldaşının axırıncı həyat işartılarını da balta ilə sona çatdırır. Bundan sonra evdə olan qızıl qolbaq, qızıl sırğalar, qızıl dişlər, $300 pul və 2 ədəd voucheri götürərək dırnaqarası vətənə xidmətə davam edirlər. Oğurladıqlarını isə Cəllabaddakı en saylı hərbi məntəqənin mədəniyyət bölməsinin damında gizləyirlər. Voucherləri isə Əli öz yastığının içində gizləyir. Bu işdə onlara digər bir neçə əskər yoldaşları da kömək edir. Cinayətkarların həqiqi hərbi xidmətdə olmasına baxmayaraq, xüsusi tapşırıqla işə hərbi deyil, rayon prokurorluğu baxır. 1997-ci ildə artıq Azərbaycanda ölüm hökmü ləğv edildiyindən hər iki caniyə ömürlük həbs cəzası verilir və Əli Quliyevlə Yasin Qasımov Azərbaycan Respublikasında ilk dəfə ömürlük həbs cəzasına məhkum edilən şəxslər kimi tarixə düşürlər. Azərbaycan tarixində atılmış 5 ən yanlış addım kitabı yenidən nəşr olunub və tamaşaçıların, oxucuların uzun müddət gözlədikləri bu kitabı hazırda ekranda gördüyünüz nömrə ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Qeyd edim ki, kitab Mayak nəşriyyatında yenidən redaktə olunaraq daha nəfis tərtibatda sizin qarşınızdadır. Cinayəti yalnız cinayət verilişlərində görməyiniz ümidi ilə salamat qalın.